Maraqlıdır. Müğənni. Burada düz yazırlar məşhur müğənni. Mən məşhur demirəm, elə deyirəm müğənni Vüqar Muradov Dövlət Gömrük Komitəsinə müraciət edib. Gördünüz fotosunu. Müraciət edib. Təbii ki, mən istinad edirəm Oxta.az, Ölkə.az. Demək ki, ifaçı xaricdən sifariş etdiyi məhsulların gömrükdə qalmasından gileylənib. 20 gündən çoxdur paltarlarım gömrükdə ilişib qalıb. Nədir problem? Nədir problem? Deyin görək, bilək, biz də bilək. Dövlət Gömrük Komitəsi mənim paltarlarım müraciət deyib. Dövlət Gömrük Komitəsi mənim paltarlarım çox böyük ölçüdədir. Sizə yaraşmaz. Həm yaraşmaz, həm yaramaz. Nahaq yerə əziyyət çəkməyin. Verin paltarlarımı deyə o yazıb. Bəli, son vaxtda Temudan edilən sifarişlərin gömrükdə ilişib qalması barədə çoxsaylı şikayətlər yayılır. Məhsul Çindən Azərbaycana 8-10 günə çatsa da gömrükdə günlərlə qaldığı bildirilir. Demək, Vüqar Muradov paltarları gömrükdə qalıb. Mən düşünürəm, Vüqar, sizin bu çağırışınızdan sonra mütləq sizin paltarlarınız özünüzə çatacaq. Gömrük daima bizi incədib də. Mənim tanıdığım bir nəfər var idi. Gürcüstandan maşın gətirirdi. Məsəl üçün, deyirdi ki, orada pəncərə sistemidir. 15 dəqiqədir pəncərə sistemi. Sənədlər hazırlanır. Deyir, gəlirdi, qırmızı köprü deyilir də. Saat 9-da, 10-da gəlirdilər, daxil olurdular ora. Axşam 7-8-dir. Heç kim bunları qəbul etmirdi. Heç kim sənədlərinə baxmırdı. Çox laqeyd, nə bilim. Bax, bizdə niyə belə gömrükdə əməkdaşları niyə belə edir? Biraz məsuliyyətli olun. Bu adam müğənnidir. Bunun paltarlarını niyə saxlamısınız? Yoxladınız. Qorxulu heç nə yoxdur ki. Ötürün geçsin də. Sara Səfura bu məsələni gündəmdə saxlayacaq. Mütləq.